Salam, hər vaxtınız xeyir olsun. Hörmətli televiziya tamaşaçıları, yüksək əhval-ruhiyyə ilə bugünkü proqramımızı açıq elan edirəm. Hörmətli izləyicilərimiz, üz-üzə proqramı efirdədir və Dünya Televiziyasının Bakı studiyasından biz canlı yayımlanırıq. Bizə milyonlarla tamaşaçı baxır. Hər vaxtınız xeyir olsun. Hər birinizə də təşəkkür edirik ki, bizə baxırsınız. Qaynar xəttimizə aid olan əlaqə nömrə 055 294 45 41. Təkrar edirəm, 055 294 45 41. Bu nömrə bizim qaynar xəttə aid olan əlaqə nömrəsidir. WhatsApp-la da bizimlə əlaqə saxlaya bilərsiniz. Onu söyleyeyim ki, WhatsApp 24 saat aktivdir. Zəng etmək istəsəniz isə səhər saat 9-dan axşam saat 21-ə qədər zəng edə bilərsiniz. Buyurun, zəng edin. Probleminiz varsa bizimlə bölüşə bilərsiniz. Sevinciniz varsa böyük məmnuniyyətlə sizin sevinclərinizi də bölüşəcəyik efirdə. Lazım olsa efirdə bölüşərik, dostlarla bir arada bölüşərik. Sevinci bölüşəndə sevinç çoxalır. Kədəri bölüşəndə kədər azalır. Əziz izləyicilərimiz, bugünkü proqramımızı açıq elan edirik və qonaqlarımız yox, ailəmizin üzvləri, üz-üzə komandasının, ailəsinin üzvləri bugünkü efirimizdə iştirak edirlər. Kimlər? Gülzar xanım Yusifli, jurnalist həmkarımdır, xəbərmen.az saytının rəhbəri, təsisçisi və baş redaktoru. Xoş gördük. Çox sağ olun, təşəkkür ederim. Necəsiz? Yaxşıyam, çox sağ olun. Siz yaxşı olasınız. Təşəkkürlər. Günay xanım Hüseynova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. Günay xanımla biz əməkdaşlıq edirik. 055 357 33 67 hal-hazırda da ekranlarınızda görürsünüz. Bu xanım, bu gözəl xanım vəkildir. Hüquqi yardıma ehtiyacı olanlar buyurun müraciət edin. 055 357 33 67 Günay xanıma aid olan əlaqə nömrəsidir. Hər zaman deyirik, qanun nə deyir? Biz o yolla gedirik və qanunlar haqqında da bizə Günay xanım ətraflı məlumat verir. Təşəkkür edirəm. Çox sağ olun Günay xanım, dəvətiniz üçün ekspertlərimizi və televiziya qarşısına əyləşən bütün tamaşaçılarımızı salamlayıram. Çox sağ olun. Və keçid alırıq növbəti bəy qonağımıza. Hamımız onu çox istəyirik. Onun ətrafında çox dostları var. İstər xanım olsun, istər bəy olsun, fərqi yoxdur. Amma mənə elə gəlir ki, xanımlar çoxluq təşkil edir. Çünki mən dəqiq bilirəm ki, bir 8 il bundan öncə Dünya Televiziyasının efirində gedən bu sabahın xüsusi buraxılışı vardı ki, onu mən aparırdım. Orada bizim çox hörmətli, dəyərli qonağımız belə bir fikir söyləmişdi ki, mən Azərbaycan qadınını Azərbaycan qədər gözəl görmək istəyirəm. Görün, necə gözəl fikirdir. Və o fikir mənim beynimə həkk olundu. Hər zaman da onunla görüşəndə deyirəm, bizim qadınlar Azərbaycan qədər gözəldir. Elə deyilmi? Deyir, tam doğru söylüyorsunuz. Azərbaycan qadınından yoxdur. Qonağımız estetik plastik rekonstruktiv cərrah, İsveçrənin Montreux Universitetinin professoru, psixologiya üzrə fəlsəfə doktoru, bizim dəyərli dostumuz, mükafatları çoxdur. Bizim Mirəzim Zayedov. Xoş gördük. Necəsiz doktor? Təşəkkür edirəm. Öncəliklə Günay xanım, mən qonaqlarımızı da salamlayıram və bugünkü gün bu yeni studiyanda açılışı münasibəti sizi təbrik edirəm, rəhbəri təbrik edirəm. Uğurlu və gözəl olsun, xalqımıza, millətimizə daha gözəl maarifləndirmə yolunda dayaq olsun. Yenə də hər birinizi salamlayıram. Xoş gəldiniz. Hər biriniz xoş gəldiniz, dostlar. Mən bu günləri düşündüm ki, hansı mövzu ətrafında danışaq? Müxtəlif mövzular var. Elə bir mövzu düşündüm, elə bir mövzu götürək, müzakirə eləyək ki, bu mövzu tamaşaçı üçün də maraqlı olsun. Qadın və kişi. Qadın kimdir, kişi kimdir? Ailədə qadının rolu nədən ibarətdir? Kişinin rolu nədən ibarətdir? Cəmiyyətdə qadın necə olmalıdır, kişi necə olmalıdır? İşgüzar qadın var, evdar qadın var. Eyni zamanda rəhbər işdə çalışan kişilərimiz var, fəhlə olan kişilərimiz var və işləməkdən qaçan kişilərimiz də var, tənbəl kişilərimiz də var.
Gəlin qadınlar və kişilərdən danışaq. Etiraz eləmirsiniz ki, Çox əla mövzudur. Müləzzim Zaidov, indi bilirəm beynimizdən keçir ki, 3 xanım, burada gender bərabərliyi pozulub. 1 bəy, 3 xanım. 100% bilirəm ki, Könül xanım indi 100% qadınlarla bağlı öz fikirlərini söyləyəcək, mənə qarşı çıxacaq. Yox, mən bugün bir tərəfəm. Vəssalam. Bir tərəfəm, düzdür, gender bərabərliyi götürsə yenə də bir kişidir, bir nəfər kişidir, 2 nəfər xanımdır. Amma siz tam əminliklə deyim ki, bilirəm ki, 3 nəfəri əvəz eləyəcəksiniz. Könül xanım, mən bilirəm ki, yəni ki, 3 də olsa, 4 də olsa xanımlar, yenə də dediyim kimi, bizim xanımlar öncə anadır. Elə onların o gözəlliyi o sözdədir. Mən ilk öncə xanımlarımız o verdiyi suala cavab versə daha gözəl olar. Mən ona görə cavabımı verim. Oldu. Başlayaq Gülzar xanımla. Başlayaq sizdən. Qadın kimdir, kişi kimdir? Ümumiyyətlə, gəlin qadınlardan danışaq öncə. Qadın kimdir sizin fikrinizcə? Qadın mənim üçün çox böyük bir qüvvədir. Qadının necə bir qüvvə olduğunu mən dillə heç bir kəsə başa sala bilmərəm. Çünki özümdən, anamdan götürəndə, yəni həyatımızın keşməkeşli olmasından belə bu qədər şeylərə rəğmən hələ də mən özümdən götürəndə ayaq üstə qala bilirəmsə, mən çox böyük bir qüvvəyəm. Yəni özümdən danışıramsa. Qadın və kişi bərabər hüquqlu olmasına gəldikdə isə mən burada hər zaman indi deyəcəklər ki, bir tərəfli danışıram, amma mən fikirləşirəm ki, qadın və kişi eyni hüquqa malik deyil. Cəmiyyət arasında ola bilər, iş baxımından ola bilər, eyni səviyyədə ola bilərlər, amma ailə baxımından eyni səviyyədə görmürəm. Çünki hər bir qadının arxasında güclü kişi olduğu zaman o qadın güclü olur. Qadının, əgər bir xanımın atası, qardaşı, həyat yoldaşı güclüdürsə, onun arxasındadırsa, o qadın hər yerdə hər zaman sözünü deyə bilər. Zərif ola bilər, amma zəif ola bilməz. Amma bir qadın ailə baxımından, qardaş, ata, həyat yoldaşı baxımından onlar tərəfindən hər zaman məğlub olubsa, nələrəsə, kimlərəsə qarşı, o baxımdan hər zaman qadın hər kəsdən bir addım öndə ola bilməz, geridə ola bilər. Aydındır. Siz eşitək. Bəli, qeyd etmək istəyirəm ki, burada hüquqlardan danışanda bildirmək istəyirəm ki, qadınların da, kişilərin də təhsil almaq hüquqları var. Yəni hüquqları eynidir. Bəli, təhsil ala bilərlər, sərbəst iş seçim edə bilərlər, peşə seçim edə bilərlər. Əlbəttə tibbidən sərbəst istifadə, ödənişsiz istifadə edə bilərlər. Yəni bizim dövlətimizdə o qədər tibblə bağlı sosial ödənişsiz yəni köməklər var ki, onlardan istifadə edə bilərlər. Mülkiyyət sahibi ola bilərlər qadınlarımız. Yəni ailə qurulub və boşanmaqda sərbəst onlarda o hüquqlar var. Yəni belə qeyd etmək istəyirəm ki, kişi ilə qadın deyil də bu hüquqlar onlarda bərabər sayılır. Yəni təhsil qadın da ala bilər, kişi də ala bilər. Peşə, sərbəst peşə seçmək kişidə də var, qadında da var. Ailə qurmaq, ayrılmaq, o hüquqlar qadına da verilib, kişiyə də verilib. Mülkiyyət sahibi olmaq qadına da verilib, kişiyə də verilibdir. Yəni burada əgər hüquq cəhətdən deyirsinizsə, burada yox, qadın zəifdir və yaxud da ki, qadın bunu bacarmaz. Müəyyən bir peşələr, ağır peşələr başqa nəzərdə tutmuram. Amma hansısa bir iş fəaliyyətində və yaxud da ki, yox, bu qadındır, bu bunu edə bilməz, qadındır, bunu çəkinməlidir və yaxud da ki, yox, bu məhz kişidir, kişi bunu etməlidir. Mənim fikrimcə burada qeyd etdiyim kimi bərabər hüquqludur. Sadəcə olaraq ailədə başqa cürdür. Sizin mövzunuz ailə ilə bağlı olanda ailədə həmişə kişi öndə gəlir. Bu mənim düşüncəmdir. Ailədə kişinin sözü öndə keçməlidir. Kişi yəni öndə olmalıdır ki, sabahları həmin ailədə böyüyən evladlar üçün də ata deyilən bir formalaşma olmalıdır. Ki, ailə böyük kiçik olmalıdır. Bəli, ata böyüdür. Formalaşmalıdır ki, atadır. Onun sözü öndədir, bu kişidir. Və həmçinin də qadın da öz həyat yoldaşına, özünü ona qulluq sahədə, istər hörmət sahədə elə olmalıdır ki, sabah bunu ona o evladları göstərsin. Həmçində burada yox kişiyə hörmət olunsun, qadına yox, qadının da etdiyi istər evdar xanım olsun, qeyd etdiyiniz kimi, istər qadın olsun, onun da zəhməti dəyərləndirilməlidir ki, ailədə hörmət olsun. Mən ailədə ilk öncə bir-birinə başa düşmək, hörmət, münasibət üstünlük verirəm. Yəni insanlar bir-birinə elə hörməti ailədə başlasalar və evladlar da ailədə görsə, məncə onlar cəmiyyətdə onu göstərə biləcəklər.
cəmiyyətdə böyük, kiçik yeri biləcəklər. Cəmiyyətdə qadına, kişiyə hörməti biləcəklər. Aydındır. Eşidək sizi. Demək, çox gözəl sözlər dedilər. Yəni ki, ikisinə də təşəkkür edirəm bizim ekspertlərə. Mən əslində sualı belə qoymaq istəyərdim. Qadın və kişi niyə bir həyat yolunu seçmək məcburiyyətindədir? Bu məcburiyyətdirmi? Yəni ki, bu məcburiyyət deyil. Bu təbiətin qanunudur da. Bu Bir təbiətin qadın bir qanunudur. kişiyə nəsib olur. Amma o azad da yaşaya bilər. Bəli. Amma bu günləri deyək ki, biz də xanımın dediyi kimi cəmiyyət içində və yaxud da ailə içində yəni ki, sən məcbursan buna. Bu məcburiyyətdən doğan o qədər fəsadlar var ki, və bu fəsadlar həqiqətən də daxildən başlayıb ətraf tərəfi də yəni zəhərləyə bilir. Amma birinci hər bir xanım ailə qurarkən düşünməlidir ki, mən bu günləri ailə qururam. Niyə? Niyə? Nə üçün? Bəli. Və həqiqətən də mən buna hazıram və qurduğum və yaxud da hər hansı bir deyək ki, həyat yoldaşı seçdiyim bir kişi ilə mən harda nə olursan ol, çox gözəl söz dedi, qadın nə qədər güclü də olsa, çünki qadın nə qədər güclü olsa, onun arxasında güclü bir kişi yoxdursa, o qadın zəifdir. O heç zaman tam doğru. istədiyi şəkildə inkişaf eləyə bilməz. Nə olursa olsun, istər cəmiyyətdə, cəmiyyətsiz, hər hansı bir yerdə. Amma bu günləri mənim düşüncəmi, öz düşüncəmi deyirəm, bilmirəm də xanımlar razılaşar. Bu günləri iki dostun bir yerdə yola getməsi və yaxud da yola getməməsi üçüncü şəxslərin böyük rolu var. Çünki artıq yəni ki, üçüncü şəxslərin müdaxiləsi, çünki qadın fərqli baxır, kişi fərqli baxır. Yəni ki, qadın anı anda emosiyası ilə deyək ki, hər hansı bir hərəkətə reaksiya verir, amma kişilər bəzi şeyləri düşünərəkdən. Amma bu günləri bizdə qadınların kişilərlə oturub o anı verdiyi emosiyasını paylaşıb və həqiqətən də mən burada doğru etmədim deyə sözlərini özlərinə yedirdə bilmirlər. Bəzən kişilər də düşünmədən hərəkət edir. Məsələn, xəyanət edirlər, sonra deyirlər ki, bilmədik ki, mən xahiş edirəm, xəyanətin birinci səbəbi yenə də qadınlardır. Yəni ki, kişilərə xəyanət etdirən də qadınlardır. Xeyr. Və niyə görə? Siz xeyr deyə bilərsiniz, amma mən bunu sübut olaraq deyirəm. Bu günləri mən cəmiyyətdə çox şey araşdırmışam və hər bir insan gərək hər bir sözü dedisə, qonşunun sözü ilə deyil. Həqiqətən də onu görübsə, yaşayıbsa onu danışmalıdır. Və yaxud da Könül xanım hər hansı bir şey dedi, mən Könül xanımın dediyini, məcbur deyiləm o xanımın dediyini. Biz əsl insandan söhbət gedir burada. Əsl insanlardan. İstər qadını olsun, istər kişisi olsun. Bu günləri kişilərin, qadınlardan, o sizin dediyiniz kimi xəyanətinin birinci başlıca səbəbi xanımlardır. Niyə görə? Mən bunu sizə deyim, niyə görə? Deyək ki, siz bir sosial şəbəkə işlədirsiniz və sosial şəbəkədə bir dənə mən çıxıb o sosial şəbəkədə bir doğru söz desəm, ona heç kim inanmayacaq. Amma siz bir yalan söz desəz, orada yazsaz, bütün hər kəs ona necək? Anladı, bütün hər yerdə reklam olur. Filan kəs gördünüz belədir. Amma bunun niyə qadın deyib ona görə? Bəli, qadın deyib. Amma kişi doğru sözü desə, ona mümkün deyil. Doktor, biz yalancıyıq, biz qadınlar yalancıyıq. Xeyr, yalancı deyil, xahiş edirəm, sözü başqa yerə çəkməyin. Və bu günləri mən sizə yadınızdan çıxartmayın, diqqət eləyin. Mən sizə sual verirəm. Bəli. Bu günləri siz ailə qurmusunuz. Bəli. Və siz yoldaşınız evə gələndə ən gözəl paltarı geyinib onu qarşılamısınız mı? Niyə də yox? Bir də xahiş edirəm, Könül xanım, siz yanında olmusunuz? Mən sizə demirəm, ay xanım. Bəli, buyurun, sağınızı verin. Yəni ki, siz qarşılamısınız? Bəli. Neçə dəfə? Niyə biz onu dəfələrə Bir bölməliyik? də xahiş edirəm.
Çox neçə dəfələrlə, yəni Hə. nə əlaqəsi var bu mövzuya, bu Mən söhbətlərin? əlaqəsi odur ki. Bəli, buyurun. Çünki Mən bu sizə günləri bizim xanımlar ən gözəl paltarını ya toya geyir, ya çölə geyir. Xeyr, bizim Düzdür. qadınlar da artıq müasirləşib. Bir də Sizin var. yanınıza gələn Yo, yo, estetik bir də, xanım, cərrahsızlıq elə deyil də, düzdür. yəni siz Daha də- çoxu evdar xanımlardır da. Kim? Yanınıza gələn xanımların hamısı aktrisalar, müğənnilərdir. Xeyr, xeyr, siz yanlışsınız. Mən hamısı müğənnilərdir, aktrisalardır. Evdar Yo, xanımlar yo, gəlir yo, yanınıza. biz onlardan söhbət edirik. Siz yenə deyirəm, kimdən siz fərqli söhbət söhbət. edirsiniz? Mən yenə deyirəm, mənim sözlərimə xahiş edirəm, Ümumi diqqətlə qulaq asın. xanımlar həyat deyirsiniz ki, geyimdən, mən Yəni- də ümumi görünüş yəni ümumiyyətlə cəhətdən bu bir. danışdığımız zaman Bu bir. xanımlar həyat yoldaşları üçün daha Bu çox bir, gözəl bu göstərməyə bir, çalışıram. Və Bəli. bu günləri xanımlar kişini hansı rolda görür? Xanımlar kişini o rolda görür ki, bunun borcudur, bu eləməlidir və bunun vəzifəti yerinə yetirməlidir. Bu şəkildə. Yəni ki, bizim artıq yenə deyirəm ki, bu da bizim xanımların düşüncəsi deyil. O ətraf Bəzi üçüncü kişilər də həyat müdaxilənin deyil. yoldaşını işləməyə qoymursa, əlbəttə ki, eləməlidir. Yox, Həyat yoldaşının işləməyə bütün mənə gəlir ki, təminini indi yerinə yetirməlidir. elə bir kişi çox az ola bilər. Yəni ki, yoldaşını işə qoymaya və yaxud da yoldaşını Az işləməyə. deyil, hal-hazırda elə kişilər Yox, o çoxdur. artıq bilirsin nətərdir. Yəni bu Əgər günləri bir kişi qadını işləməyə qoymursa, təbii ki, uşağına da baxmalıdır, həyat yoldaşına da Yox, baxmalıdır, evinə də zaten baxmalıdır. adı kişidirsə, Bəli. ailəsinə baxmaq Amma elə məcburiyyətdir. kişilər var ki, həyat yoldaşı da işləyir, özü də işləyir, gəliri də çox böyük bir məbləğdədir, amma ailəsinə baxmır. Belə Yox, kişilərimiz də var. Yox, biz Siz elə bir tərəfli danışırsınız, mən bir yox, tərəfli yox, danışmaq yəni yenə istəmirəm. deyirəm. Çox gözəl Amma mən də bir dialoqunuz tərəfli almış. danışıram. Günay xanımla da biz Məsələn, baxırıq. Burada yenə deyirəm, siz fərqli yönə çəkirsiniz. Mən kişilərə qarşı qərəzli danışan bir ümumiyyətlə qərəzli danışmağı sevirəm. Amma indi qərəzli siz sayt danışacağam. rəhbəri kimi danışırsınız. Xeyr, Yəni xeyr, ki, əsla. oradan nəsə qeydiyyat xeyr. aparmaq üçün o şəkildə Həkimin danışırsınız. sözünə qüvvət olaraq mən fikir bildirim ki, bəli, xoş söz, qapıdan girəndə xoş söz, xoş rəftar və istər görkəm çox önəmlidir. O tək ev üçün deyil. Günay xanım, Hər heç yer xoş söz yox. O çöhrədə olan Bəli, gülüş var. gülüş, Qapı xoş söz. açılanda o üzündə çox olan o önəmlidir. gözəl Ailə üçün. gözlərin o sevinci var ha. Bəs o gülüş vallahi hardan bəyər- gəlir? O kişiyə Mənim bəsdir. atam Əgər bir Allah kişi təala bir bütün qadını rəhmətə incidirsə, o kişi Siz evə icazə gələndə o verirsiniz. qadın Yox, necə qoy xoş sizə bir gülər misal özünün çəkeyim. qarşısına Yox, çıxa yox, bilər. Yox, biz bir misal çəkib. Biz insandan danışırıq. Biz o gedib o küçədə ondan Biz sonra ümumi, orada mən burada ümumi danışıram. favoratçılıq eləyən bir Seçib 5 insan. insandan Yox, mən danışmıram. Mən mən ümumi sizə bir şəkildə misal danışıram. çəkeyim. Adi bir elementar bir insan. Allah bütün ölənlərə rəhmət eləsin. Mənim atam artıq mən ailəli idim də, digər qardaşım ailəli olmalı yaxud. Amma bizim evdə bir adət var idi. Atam içəri gələndə anamdan tutmuş hamımızdan görüşürdü. Bəli, bizdə də var idi. Gedəndə də elə görüşürdü. Bəli, Yəni bəli. hər bir şeydə o qapıdan girən nə qədər yorğun görsə də, onu qarşılayanı görürsə də və o görüşürsə də istər-istəməz evdəki ona xoş. Mənim anam da işləyən qadın olubdu. 20 ildən artıq həkim işləyibdi. Yəni belə o iş yolunu onu qoyurdu işdə. Atam elə işdi. Mənim atam da Qoyunqay köçürmə üzrə şöbə müdiri idi rayon üzrə. Yəni o yorğunluqlara baxmayaraq bunu mən uşaqlıqdan görmüşəm və deyirəm ailə belə qurdu və bizim evdə də eynindən təməldir. Mən qapıya Bəli, gələn bizdə də. uşaqlar görüşür. Hörmətli elə. vəkilimizə çox təşəkkür edirəm. Çox Yəni ki, önəmli burada nüanslardır. məsələ nədir? Bu günləri, yəni bir xanımın, bəli, bir kişiyə hər hansı bir xoş söz deməsi onun üçün bir dünyadır. Bir. Xanımlarda niyə kişilərə sevgi azalır? Bunun birinci səbəbi uşaq olduqdan sonra bütün sevgisini verir uşağa. Kişi yaddan çıxdı. O da hər bir qadına aid deyil. Mən deyirəm ki, Müəyyən mərhələdə olur. uşaqlıq neçə vaxtı, faizi bəli. deyirəm ki, mən deyirəm ki, mən sizə deyirəm 99%-ni deyirəm mən. 99%-i özdə bunu deyirəm və yəni ki, istəsöz sayt rəhbəri kimi gəl araşdıraq. Siz müşahidə eləmisiniz, bəli, mən də Amma müşahidələrimdən o biz yenə şeyləri deyirəm, görürəm, amma indi zamanəyə birinci görə kişi ilə qadının birinci, Yaxşısız yenə deyirəm, danışırsınız. hər bir insanın birinci bir-birinə önəmli olan sayğı və hörmətidir. bəli. Əgərləri o ailədə sayğı, hörmət yoxdursa, geri Bir-birini qalanın anlama hər bir yoxdursa, şeyi bəli. boşdur. Birinci insan olaraq bir-birinə, heç arvadı, həyat yoldaşı qoyur kənara, sayğı olmalıdır. Yenə deyirəm. Hörmət olmalı. Bəli, Qapıdan sayğı, hörmət o çox önəmli bir şeydir. Mən elə onu Hər bir başdan şeyin dedim. başında o durur. Hörmət. Kişi yeri var, bəli, qadının qadın. Bu günləri deyək ki, bir var deyək ki, yoldaşınız evə gəlir, siz onun gözünə bax, gözünün içi gülür. Amma bir var, aldın setkasını və yaxud da getdin Bağlamasın. və başladın ki, o Çantasını. problem, bu problem, bu problem, o problem. Yəni ki,
yəni biz harda hansı söhbət eləməyi bilmirik. Çünki siz avtomatik olaraq girirsiniz ata roluna, siz ana rolunu yaddan çıxardırsınız. Artıq bunu da, bu evdəki kişini də artıq deyirsiniz ki, yəni ki, nə qədər imkanı var, qaç məndən get. O şəkilə salırsınız. Amma, yenə deyirəm, hər bir insanın birinci, o dediniz, qadın böyük qüvvədir. Bəli, qadın böyük qüvvədir. Qadın istəsə ailəni ailə eləyər, qadın istəsə bir dəqiqənin içində ailəni Mirəzim doktor, çox belə elə bir kəskin danışır, yoxsa mənə elə gəlir. Yəni elə bir ki, biraz qadınlara qarşı acıqlısınız. Yox, qadınlara acıqlıdan söhbət deyil. Bu günləri, yəni ki, gördüyümüz və araşdırdığımız və hər bir kəsin, yəni ki, bax, bu günləri mən deyərdim ki, bu günləri 5 dənə toy olursa, 12-si boşanır. Hətta 3-ü boşanır. Səbəbkar kimdir? Qadın? Yox. Bəli, səbəbkar qadındır. Burada sizlə razılaşmırsınız. Səbəbkar qadındır. Niyə görə? İki tərəfli olur səbəb. Əzizim, deyim niyə görə? Siz vəkilsiz. Burada, deyək ki, bir dənə kişi, mən avaralardan söhbət getmir. Mən həqiqi insanlardan söhbət gedir. Bir dənə kişi deyək ki, evləndi. Yaxud da bir uşaq evləndi. Və sabaha gəldi, dedi, mən boşanıram. Niyə? Niyə görə? Bunun da səbəbkarı Qadındır. qadındır. Xeyr, iki tərəfli olur səbəb. Niyə deyim? Səbəbi niyə deyim? Onu siz açıqlama verin, amma vəkil onu daha ətraflı. Çünki ona müraciət edirlər boşananlar. O qədər belə şeylərlə rastlaşıb bizim vəkilimiz. Ona görə bu şeylərin ola bilər, mən fərqli deyərəm, vəkil fərqli deyər. Amma mənim gördüyüm və araşdırdığım bu gün üçün boşanma səbəblərinin birincisi üçüncü şəxsdir. Bu bir. Ona razıyam. Üçüncü şəxsdir. Bəli. Üçüncü şəxsdir. Çünki biz deyək ki, evlənəndən sonra və yaxud da uşaqlar evlənəndən sonra hər an onlara müdaxilə edirik. Hər dəqiqə müdaxilə edirik. Bəli. Və bizim o müdaxiləmiz gətirir, istərsiniz o fəsada çıxardır. Çünki psixoloji olaraq davamlı. Biz deyəndə siz valideynləri nəzərdə tutursunuz, yoxsa qız analarını? Qız Xeyr, oğlanın anatasına da aiddir bu, qızın ata-anasına da. Hətta qızların rəfiqələrinə də indiki zamanda aiddir. Bəli, rəfiqələr də, bəli, başda rəfiqələr də. rəfiqələr rol oynayır. Bəli. Və yenə deyirəm, heç bir rəfiqə, açıq deyim xanımlar, siz üçünüz də buradasınız. Açıq mən sizə deyim ki, heç bir rəfiqə istəməz ki, rəfiqəsi mutlu olsun və gözəl gün keçirsin. Xoşbəxt olsun. Xoşbəxt olsun. Onu istəməz. Yox, elə deməyim. Mən xeyr, Gülzar sən istəmirsən mən rahat. Əlbəttə ki, Xeyr, istəyirəm. bu üzdədir. Günah. Canla Mən xahiş daimi. edirəm. Biz rəfiqədən söhbət gedirik. Biz tanışıq, rəfiqə deyilik. Biz canı, gönül rəfiqədən söhbət Bilirsiniz, gedirik. Bildiniz? bəzi şeylərin müdaxilə etmək olmaz. Amma elə rəfiqələr var, analar var, atalar var ki, qızının və yaxud da oğlanın dostu var və yaxud da qızın rəfiqəsi var ki, ailənin müdaxilə edir. Bəli. Əməlli başlı qızı və yaxud da oğlanı idarə etməyə çalışır və idarə etdiyi dönəmdə də artıq bu ərlə arvadın arasında soyuma başlayır. Bəli, Və beləliklə bəli. bunların arasında soyuma başladıqdan sonra hörmət pərdə aradan gedir. Allah kömək sizi təbrik edirəm. Ondan sonra buyurun. Təşəkkür edirəm sizə. Yəni ki, bilsən, gəlin həqiqətləri danışalım ki, çünki biz yenə deyirəm, bizi də seyr edənlər var. Yəni həqiqət, doğruluq nədirsə, biz onu deyiləndən sonra, bu bizdən sonra da qalır, həqiqətlər nədir? Amma bu günləri həqiqəti deməsək, yəni kiməsə yaxşı görsənək və yaxud da kimsə bizi tərifləsin deyə o şəkildə deyil. Amma yenə də burada xanımlarda günah yoxdur. Bəydə də var, xanımda da var. Xanımların, Bəli. yenə deyirəm, kişilərdə 50% var, xanımlarda 70% var. Gəlin doğrusunu danışaq. Düzdür, xanım istəməsə heç Bəli. vaxt ailəsi dağılmaz. Xahiş edirəm, etiraf edirəm. Amma ki, yenə də iki tərəfli ortaq məxrəc olur ki, o ailə dağılır. Mən üzr istəyirəm. Bax, siz danışırsınız, biz qulaq asırıq Günay xanımdan. Gəlin Günay xanımı da dinləyək. Vəkil olaraq çox, yəni qadınlar daha çox sizə müraciət edir boşanmaqla bağlı. Bəylər, kişilər müraciət edir, yoxsa valideynlər, qız anaları? Çox uzağa getməyəcəm. Elə dünənləri belə axşam saatları idi. Mən əksəriyyətlə işdə biraz gec qaldım. Mənə bir müraciət olundu. Oğul ana ilə gəldi. Bunlar əvvəl mənim yanımda olmuşdular, amma hələ addım atılmamışdı o cəhətə. Gəldilər və qeyd elədi ki, anam baxıram ki, ziyalı anadır, oğlan da işləyir, belə deyim ki, işsiz. Evdə var, deyim, evləri yoxdur, yox. Və bu artıq deyir ki, xanımı boşanma müraciət eləmir, amma aliment istəyir. Deyirəm ki, bəs nə səbəb nədir, necədir belə? Başladı danışmağa.
Demək, bu qaynana, oğlan anası yemək də bişirir. Eləyir, sadəcə olaraq xanım iş evində həmin gəlin, yəni onların dediyini müzakirə edirəm, bildirirəm ki, yəni adlarını da çəkmirəm. Demək, xanım öz rahatçılığı üçün, yəni uşağa baxma, uşaqlar da dalbadal olubdur, yaş fərqləri azdır. Xanım gedib, anası gələr. Bir-birinin ardınca. Bəli, anası ilə, anasının evinə gedibdir. Nədir işdən, halbuki qaynana deyir ki, yeməyi mən bişirirdim. Bu xanıma deyəndə ki, gəlinə deyəndə ki, evin səliqəsi ilə və digər işlərinə bu buna toxunurdu. Ki, məsuliyyətlərini, bunu vəzifələrini buna deyəndə toxunurdu. Və mübahisə yarandığı üçün bu gedib anası gələr. Anası gildə deyir ki, oğlan deyir ki, mən görürəm ki, uşağın yeməyinə kimi ata verir. Uşaq, bu ana, ata xanıma, gəlinə o qədər, yəni öz qızlarına o qədər belə hazır hər şey eləyir ki, bu oturur dərə üçün istirahət eləyir, biri yeməyini uşağın verir, biri uşağın paltarını geyindirir, biri belə və ona görə də xanım ər evində o məsuliyyətdən qaçır. İşdən, əziyyətdən qaçdığı üçün gəlib anası gidə oturub, heç boşanmaya da vermir, amma artıq oğlandan ayrılmaq tələbi ilə bağlı qaldırıb, iddia qaldırır. Boşanmayaraq Bəli, ayrılmaq qanunda istəyir. var. Boşanmadan ayrılmaq tələb edə bilərsən. Ayrı yaşayırsınızsa belə və yaxud da ki, ata uşaqlarına Yəni təsərrüfatınız ayrıdır, amma rəsmi nigahdarsınız. Buna qanun baxmayaraq icazə verir. Bəli, qanun icazə verir ki, bəzən bunlarda düz ayrıdır, amma bəzən də olur ki, atalar öz övladlarına baxmır. Qadın məcbur olub boşanmadan ayrılmaq tələb edə bilər. Yəni sözü ona gətirirəm ki, burada artıq dediyiniz müdaxilə ailənin müdaxiləsidir ki, sən qızına daha da başa salmalısan ki, get orada öyrən. Əvvəl-axır bu öyrənməlidir, bu qulluğunu etməlidir, uşağına özü baxmalıdır. Bəli, əlbəttə, kim baxacaq sənin uşağına? Yaşlı ana, yaşlı ata uşağı götürür, baxır, uşağın hər bir yükünü götürür. Deyim, xanım işləyir, xanım da işləmir. Deyim ki, hə, ana işləyir, gələndə, yəni ki, ona görə öz evladlarına baxa bilmir. Xeyr. Sadəcə olaraq evdə öz əziyyətlərindən qaçdığı üçün gəlib atası gildə bütün uşağın hər birisini atıb. Burada artıq valideynlərin müdaxiləsidir. Amma elə insanlar var ki, burada artıq yoldaşının işgəncəsi mi deyim, hörmətsizliyi mi deyim, Daha çox sizə kimlər müraciət edir? Qadınlar yoxsa kişilər? Əlbəttə, daha çox qadınlar müraciət edir. Qadınlar. Qadınlar müraciət edir. Bunun da səbəbi mən sizə deyim. Aha. Hörmətli vəkilimizdən üzr istəyirəm. Yəni ki, bunu çox qəşəng bilər. Bu günləri cəmiyyətdə nə formalaşıb? Və bir neçə mən dostlarla da söhbət eləmişəm bunu və yəni ki, araşdırmalarda da bu göstərir ki, bu günləri artıq elə bir tendensiya alınıb ki, desinlər evləndi, yola getmədi, boşandı. O sizin bayaq dediyiniz ikinci təbəqə, üçüncü təbəqə olan insanlara aiddir. Yenə aiddir. deyirəm, ikinci təbəqə, bax, mənim anam 8-ci sinif bitirib, 11 uşağı var. Mənim anam bu günləri 11 uşağı elə şəkildə tərbiyə eləyib ki, onun dediyi sözlər bu günləri deyək, alimin dediyi sözlərdən daha üstündür. Çünki bizi elə tərbiyə eləyib. Bizi hansı formada tədbir eləyib, o göstərilib ki, mən çox üzr istəyirəm, burada səmimi söhbət edirik. Mirəzim həkim, anadan da anaya fərq var. Bəli. Ana var, Burada bir dəqiqə, ana var, yol göstərir, Bəli. ana var, yuvanı dağıdır. Burada söhbət ondan gedir. Yəni deyirəm ki, burada yenə də bu rolu oynayan qadınlardır. Bu yenə də bu rolu oynayan qadınlardır. Biz yəni ki, bu günləri mən artıq ayırmıram. Mən artıq qadın-kişi də ayırmıram. İnsan olaraq ayırıram. Deyirəm artıq insanlar, uca qadın-kişi deyil. Burada insanları bir-birindən ayırtlaşdırmaq acı o qədər elə bir vəziyyətə gəlib çıxmışıq ki, burada artıq insanları mümkün də ayıra bilmirsən. Yəni ki, bu günləri oxumuşla oxumamışın artıq heç ki, mən deyirəm ki, o zamanki düşüncələr keşkə bu günlərdə olardı. Dözüm, ən önəmlisi O zamanki dözüm. düşüncələr, çünki yenə deyirəm ki, o 11 uşaq saxlamaq asan deyil. Dözüm var. İndi bu günləri önəmli bir olan. nəfər, iki nəfər uşağı saxlamaq hər bir kəs üçün böyük problemdir. Amma bu günləri, yenə deyirəm, cəmiyyətdə artıq biz hara gedirik? Allah qorusun. Yenə deyirəm, Mən bir nüansa toxunmaq istəyirəm. uşaqların deyək ki, doğumun azalması olsun. Ondan sonra boşanmaların daha çox olması olsun deyə demək olar ki, hər gün insanlar boşanır, hər gün. Deyirəm, hər gün evlənən varmı? Yox. Yəni ki, səbəbkarı, xanımlar, oturun düşünün. Bax, siz Səbəbkar danışdıqca bir məsələ, bir film yadıma düşür. Menşovun çəkdiyi Moskva göz yaşlarına inanmır filmi. Ailədə heç vaxt həyat yoldaşı bu vəzifədə işləyir, yəni qadın.
və yaxud kişi bu vəzifədə işləyir. Bunlar olmamalıdır. Ailədə onlar Bilirsiniz bərabərdirlər. nətər? Gəl indi biz reklamlara Mən üzr istəyirəm, ayrılaq. bu sözləyim sonra. Bu vəzifə söhbəti var ha. Yenə deyirəm. O insanın səviyyəsindən asılıdır. Bəli, onlar Hər bir insan bu günləri deyək ki, mən nazir də ola bilərəm və yaxud da böyük bir iş adamı da ola bilərəm və yaxud da hər hansı bir yoldaşım yüksək vəzifədə işlə o vəzifə ilə özünü tutacaqsa, o demək ki, səviyyənin aşağı olmasıdır. Bəli. Dünya görüşün heç olmaması. olmaması. söhbətə Gəlin başlayalım. reklamlara ayrılaq. Reklamlardan sonra söhbətimizi davam etdirərik. Çünki mövzu elə bir mövzudur, geniş mövzudur. Münasibətlər də fərqlidir. Biri, yəni diqqət edirəm, bəzən olur fikirlər fikirə qarşı olur. Amma yenə də yəqin ki, bu efir vasitəsilə biz hansı mesajları ötürəcəyik. İndi efirdə reklamların vaxtıdır. Efirimiz canlıdır. Reklamları izləyin. Reklamlar bitən kimi dərhal sonra proqramımızın ikinci hissəsinə keçid alacağıq. Üz-üzədəsiz. Reklamlar bitdi, söhbətimizi davam etdiririk. Buyurun həkim. Mən biraz öncə söylədim. Moskva göz yaşlarına inanmır filmi yadıma düşdü. Orada da bax danışdıqlarınız elə bir ki, həqiqətən də həyat bəzən biz kinolara baxırıq, deyirik ki, eynən həyatdakı kimidir, eynən. Bəs kinolar da elə həyatdan götürülür də. Çox gözəl, sizin də sözdə qüvvət. Yəni ki, bu günləri deyək ki, psixologiya daha genişlənib. Yəni ki, hər kəsə bu psixologiya haqqında, yəni psixoloji sənin problemin var, psixoloji problemin var. Əslində psixologiya nə deməkdir bilirsiniz? Yəni həyatda yaşadıqlarındır. Çünki bu alimlər də götürüb həyatda özünün yaşadığını qələmə alıb və kitab çıxardıb və başlayıb insanlara təqdim edir. Hər birimiz otursaq, yəni ki, o deyək ki, səbrə sahib olsaq, öz deyək ki, yaşadıqlarımızı hamısını yazıb və onu bir kitab şəklində gəlib hər kəsə təqdim edə bilərik. Yenə deyirəm, biz bu günləri hər şeyi, yəni ki, psixoloji deyə düşünməyək. Onu düşünürük. Amma mənim, yəni ki, mən hər zaman, mənə Türkiyədə bir müəllimim vardı. Dedi ki, bəs sən necə işləyəcəksən bu xəstələrlə və yaxud da sənə müraciət edən insanlarla? Dedim ki, bu necə sualdır? Dedim, başa düşmədim sizi. Dedi ki, bilirsən, dedi ki, mən insanlara niyə sözümü çatdıra bilirəm? Dedi ki, dedim, yox. Dedi ki, açdı, videosunu göstərdi. Demək, bu burun əməliyyat eləyir və birinci öz burun əməliyyat elətdirəndən sonra başlayır pasiyentlərin burun əməliyyatını eləyir və orada pasiyentlər gəlib ona şikayət eləyəndə deyir, ey dur, mən də olmuşam, o hiss yoxdur səndə, bu hiss var. Həqiqətən də, demək, 2002-ci ildə o mənim şeydim, mən də eyni ilə bunun düşüncələrini elədim. Getdim, burun çəpərimi elədim. Ondan sonra pasiyentlərə də gələndə eyni hissləri dedim ki, bunu elə, bunu elə, bunu elə, eyni hissləri. Qayıtdı, dedi ki, doktor, siz nə bilirsiniz? Dedim, bir dəqiqə, mən olmuşam. Və sonra bu tikiş qoyanda hər bir dərinin öz funksiyası var axı. Deyək ki, səndə çapıq da qoya bilər, səndə qoymaya da bilər. Bəli. Mən götürdüm, deyək ki, burada qarnımdan bir kəsik apartdırdım və onu tikdirdim. Ən yaxşı cərrahlarımızın birini. Və başladı məndə killo ödəmələr gəlməyə. Killo ödəmələr gəlməyə. Sonra 3 dəfə onu yenə də kəstirdim, elətdirdim. Killo, yenə də killo ödəmələr gəldi. Sonra gələndə pasiyentə izah edirəm ki, bax, mən həkim olaraq 3 dəfə bunu eləmişəm. O sənin orqanizmin necə mənə cavab verəcək? Mən onu bilmirəm. Bərpa edəcək. Mən onu edəcəm, amma o hansı reaksiyanı verəcək, ona biz cavabdeh deyilik. Bu sənin artıq sənin bədənin ona reaksiya verir, o cavabdehlik də sənin öz bədənində, öz orqanizmindir. Aydındır. Mən sizi başa düşdüm. Digər qonaqlarımıza keçid alaq. Buyurun. Demək, qeyd etmək istəyirəm ki, ümumiyyətcə, mən elə söhbətə başlayanda bildirdim ki, burada önəmli olan evdən başlayaq, ailədən söhbət gedirsə, qadın kişinin rolunu evdəkilərə tanıtmasıdır. Yəni, bu evin böyüyüdür.
kişi fiqurunu tanıtmasıdır. Eynən də kişi qadına qadın hörmətini tanıtmalıdır. Bütün cəmiyyətdə, bəli, bütün cəmiyyət hər yerdə olur. Və bu da ki, artıq böyüyənlərə də necə lazımdır təsir edir ki, artıq o da bilir ki, ailədə və deyilən kimi, mən çox elə cinayət işləri görmüşəm, istər ailə mübahisələri, mülki qaydadakı, hansı ailədə ki, şiddət varsa, zorakılıq varsa, uşaq onu görürsə, sabah onu öz ailəsində tətbiq edir. Öz ailəsində. O da ona çox adi gəlir. Çünki bu onu görür. Bu onu görüb ki, ata qışqırır, bu onu görüb ki, ana döyülür, bu onu görüb ki, ana təhqir olunur. Bunun üçün artıq bu formalaşır, adi hala çevrilir. O ailəni yaratma səbəbləri də var. İstər qadından, istər kişidən də asılı olsa yaranma səbəb var ki, belə olur. Amma yenə də istər qadın, istər kişi, hər ikisinin ailədə öz hüquqları var. Söz demək hüququ var. Bu o demək deyil ki, bunlar əgər vaxtı qadın susmalıdır. Xeyr, qadının da söz azadlığı var. Qadının da peşə seçmək hüququ var, qadının da təhsil almaq hüququ var, qadının da sahibkarlıqla faydalanmaq hüququ var. Siz yanlış formada onu təbliğ eləmək istəyirsiniz. Mən xahiş edirəm, düzəldim könül xanım. Niyə yanlış ki? Niyə? Mən başa düşmədim. Siz hüquq deyiləndə nəyə deyirsiniz? Bir dəqiqə. Yox, hüquq deyiləndə nəyə deyirsiniz? Bax, yenə deyirəm. Bax, xahiş edirəm, diqqətlə. Yəni, bax, insanlara da belə sual verdiniz, icazə verin, cavab verin. Yox, xahiş edirəm. Ailə, qanunlarla, bir dəqiqə. Konstitusiyamızın qanunları var, amma ailəyə aid olan öz qanunlar var. Yəni, konstitusiyanın qanunlarına ailə idarə olmur. Yəni, ailədə onların öz qanunları var. Öz qanunları. Ailə, deyək ki, konstitusiyanın verdiyi qanunla mı idarə olunmalıdır? Birisi necə? Xeyr. Hər bir yerdə Allah köməyiniz olsun. Xeyr. Yəni ki, burada hüquq məsələsi nədir? Kimsə demir ki, yəni ki, o artıq Sovet dövründə belə, bizim ucqar kətdə belə hələ indiyə qədər deyilməyib ki, qadın sən oxumamalısan. İndi Sovet dövrü deyil, indi sosial zəmanədir. Bir şey olan kimi bir-iki nəfərdən demirim, amma ümumi insanlar olaraq artıq sosial şəbəkədə öz haqlarını, hüquqlarını qıza təsir vermək hər bir təhsil almalıdır. Əgər bu yeni deyirəm, bu təhsil almalıdır. Dünya artıq, yəni inkişafa doğru, necə sən inkişaf edirsən, hər bir şeydə səndən qabaq inkişaf edir. Əlbəttə oxumalıdır da, işi də olmalıdır, işləməlidir filan. Bunlar, yəni ki, rəsmi olaraq konstitusiyasının verdiyi qanun deyil. Bu insanlığın bir-birinə göstərdiyi nəvaziş, hörmətdir. Bir ailədə qadın idarə edici qüvvədir. Qadın övladı da, həyat yoldaşı da ailəni idarə edə bilər. Ailənin dağılmasında da bayaq fikir bildirdi ki, qadın daha çox qadınlar rol oynayır. Bəli, o fikirlə tamamilə razıyam. Bir qadın istəməsə heç vaxt onun ailəsi dağılmaz. Əgər o qadın o mərhələyə, o həddə gəlirsə, onu da o həddə gətirən kişidir. Və bugünkü gün hansı həddə gəlir? Ailənin boşanmasının səbəbləri olur. İndi səbəblər olur da, hədlər olur və mən bir tərəfli danışmıram. Və bugünkü gün Azərbaycanda kişilər sınır. Çox kişilər bugünkü gün nə mənada, necə sınır ki, qadınlar var ki, məsələn, bəhsə girir, deyir ki, filan qadın dırnağını düzəldib, mən də dırnağımı düzəltdirmək istəyirəm. Mən özlüyümdə bilirəm ki, bugünkü gün büdcəm buna uyğundur, mən öz cibimə görə uyğun olaraq gedib dırnağımı düzəltdirirəm və yaxud da sabah uyğun deyil, dırnağım qırılıb elə gəzirəm. Amma evli bir qadın məsuliyyəti həyat yoldaşının üzərinə yükləyir və sən bunu etməlisən deyir. Kişi alır 500 manat maaş, onun 300 manatın evin kiraya qalırsa kirayəsine verir, 3 uşağı varsa 3 uşağın yeməyi var, geyinməyi var, gəzməyi var, məktəbi var. Və bu büdcəni ailəyə çatdıra bilmir. Həyat yoldaşı da bunu heç cür dərk eləmir və hər şeyi tələb edir. Və həmin vaxtda sevgi varsa sevgi də aradan qalxır, hörmət varsa hörmət də aradan qalxır. Burada artıq anlaşma deyə bir şey olmur. Və əlbəttə ki, bu gətirir ailənin dağılmasının sonlanmasına çıxardır. Və burada qadın istəsə, həyat yoldaşının büdcəsindən kiraya qalırsa, o məbləği yığıb özlərinə evdə ala bilərlər, uşaqları üçün gələcək də qura bilər. Amma elə qadınlar var ki, bunu dərk etmir və nə ailəsinin, nə uşaqlarının gələcəyini düşünmədən bugün vardısa, bugün olmalıdır, mənim üçün etməlisən fikrini irəli sürür. Və bu da gəlib ailənin sonlanmasına çıxır. Bəli, mən burada bir tərəfli danışmıram. Qadınları da o həddə gətirən yenə kişilər də olur. Bəli, və qadınların düşüncə tərzindən də çox şey asılıdır. Bəli, bugün mən qadın olaraq tək başına öz ayağım üstə qalıb özüm üçün bir gələcək, övladlarım üçün bir gələcək fikirləşirəmsə, bu mənim
tək olmağımdan irəli gəlirsə, mənim fikirlərimdən irəli gəlirsə, amma bir qadın özü də işləyirsə, həyat yoldaşı da işləyirsə, o gəlib öz övladlarına və özlərinə bir gələcək düşünməyib o ailəni dağıdırsa, bəli, orada səhv o qadındadır. Gəlin üçüncü şəxslərdən danışaq. Üçüncü şəxslərin marağı nədir ki, iki insanın belə deyim həyatına müdaxilə edirlər. Məqsəd nədir? Oğlan analarında qeyd etdik. Paxıllıq, egoistlik, nədir bu? Sadəcə olaraq biraz qısqançılıq da önəmlidir. Oğlan analarında belə düşünürəm ki, müdaxilələrdə məsələn qız anaları da kifayət qədər eləyir. Bəli. Yəni şəxsən bizə müraciət edənlərin çoxunda qız anaları idi. Yəni ki, biz nətəri ailədir. Tutaq ki, adi bir qısa bir çox belə rast gələn təcrübəni deyirəm ki, tutaq ki, ya gəlin oğlanın ailəsindən bir yerdə yaşayırsa və yaxud da ki, oğlanın ailəsi olaraq qonaq gəlibsə də və görür ki, oğlu həyat yoldaşına kömək edir. Sən də işləyirsən, o da işləyir və görürsün kömək edir. İstər ev işində, uşaq baxımında bu müdaxilələri bilsiz nə qədər belə mübahisələrə gətirib çıxardır. Sən niyə eləyirsən, sən kişisən, sən eləmə. Çox olur, çox. Və yaxud qız anası zəng eləyir evə. Hər bir şeyi ailə qrup, təzə ailə qrup. Məsəl üçün, qız anası zəng eləyir. Nə edirsiniz? Yemək bişirmirsən. Yox, yemək bişirməyib. Gözləyir ki, sən gəlib qazağa qoyasan qaz. Və yaxud da ki, nə elədiniz, nə tər oldu, hər xıdır. Nə dedi? Necə elədi? Hara getdi? Niyə gəlmədi? Bax, burada sual yaranır. Burada sənə aidiyyatı nə var axı sən qarışırsan? Onlara sərbəst artıq buraxmırlar. qızın ailə qrup gedib. Əgər istəmirdinsə qızı qoyardın yanına, bəyə deyərdin, gəl mənim evimdə yaşa onunla. Yox, əgər qızın köçübsə, o ailədən çıxıbsa, ailələr necə müxtəlifdirsə, ailədə yaşayan insanların da xarakteri müxtəlifdir. Hər bir ailənin öz qanunu var, hər bir ailənin öz xasiyyəti var, hər bir ailəyə aid olan xüsusiyyətlər var. Kimsə, hətta bir qız gəlin köçəndə, belə deyək, 25 yaşı var, 30 yaşı var, 24 yaşı var, neçəsə də indi ailə qurur. Təsəvvür edin ki, ailə qurursa, köçürsə, 25 ildən sonra o başqa bir ailəyə gedir. Xasiyyət başqadır. Artıq onların bir-birlərinin xasiyyətini tutması, eləməsi müəyyən zaman alır. Müəyyən zaman lazımdır. O zamanı da onları sərbəst və rahat buraxmaq. Ona görə də valideynlərə müraciət edirik ki, hörmətli valideynlər, başa düşürük, övladlarınızı sevirsiniz, amma bu o demək deyil ki, siz onların yerinə o həyatı yaşayırsınız. Xanımlar, mən çox üzr istəyirəm. Yəni ki, üçünüz də xanımsınız. Allah hər zaman sizi var eləsin. Çox təşəkkür edirəm. Bax, sadəcə insanlardan danışıram. Yəni avaradan, ondan sonra və yaxud da məqsəd üçün ailə quranlardan və yaxud da hər hansı bir, özünüz bilirsiniz ki, bu günləri məqsəd yönlü ailə quranlar çoxdur. Çoxdur, çox, bəli. Və o məqsəd yönlü qurduqdan sonra, aman da bunu mən ailə qurandan sonra onu eləyəcəm, bunu eləyəcəm və yaxud da məni kimsə aparacaq, vəzifəyə qoyacaq, nə eləyəcək, falan eləyəcək və yaxud da onun var dövlətinə. Bax, mənim ümumiyyətlə hər bir xanıma məsləhətim odur. Birinci, zaten məqsəd yönlü insan ailə qurursa o görsənir ən başdan. Görsənir. Bu günləri artıq hər bir insanı tanımaq bəlkə də heç bir saat vaxtalar ya da almaz. Əvvəllər o zamanlarda bir-birini tanımaq üçün sosial şəbəkələr yoxdur, telefonlar yoxdur. Kəndə xəbər göndərdi və rayona xəbər göndərdi ki, bu filan kəsin uşağı necə uşaqdır. Amma bu günləri cəmiyyətin içində olan həqiqi insanlar, yenə deyirəm ki, əyərləri yoldaşının, deyək ki, qaynatasının, qaynanasının harada işləməyinə baxmaraqdan həqiqi insanlar ailə qurubsa, onları hər zaman yüksək tutar və hər zaman onların qayğısına qalar, hər zaman onları qoruyar. Sadəcə onlara gərək qarşı insanın diqqəti, sayğısı və dürüstlüyü olmalıdır. Bu üç şeyi əgər bir qadın kişiyə qarşı gözləyirsə, inan, o xanımı, o kişiyə hər zaman baş tacı elər. Niyə ailələrimiz dağılır? Bilirsiniz necə? Üçüncü şəxs, yox, padruqa, Rəfiqə. və bir də ki, bilirsiniz necə, çətinliyə dözməmək. Hörmətli həkimimiz çox gözəl vurğuladı ki, yəni əvvəl 11 uşağa dözən analar indiki uşağa dözmək çox çətindir, 3 uşağa dözmək çox çətindir. Bilirsiniz necə? Həqiqətən də tutaq ki, baxın, əvvəllər elə hər ailə rayonlarda çox imkanlı yaşayırdı.
məsələn, ailə başçıları Hamının balaca evi var idi. Bəli. Çox O balaca evdə 6, 7, 8, 9 uşaq böyüyürdü. İmkanı üzərinə də artmaq. İndi evlərimiz böyüdü, orada içində yaşayan yoxdur. İçində yaşayan yoxdur. Və o devirdə çətinliyə və deyirsiniz, çox uşaqlı analar həm həyət bağda da işləyirlər, həyətdə də işləyirdilər, sahələrdə də işləyirdilər. Atalar vaxtları yox idi da, kimlərinsə ailəsinə müdaxilə eləsinlər. Amma indi tutaq ki, biraz çətinlik olanda, biraz neysə çatışmayanda, biraz əziyyətə düşəndə, iş həyatı ağır olanda, ailəni idarə eləyə bilməyəndə artıq o zaman səbirsizlik yaranır və kişi də görəmək ki, ailədə o vaxtı müdaxilə etməkdən əlavə valideynlər hər zaman üzülübün sözünüzü kəsirəm. Övladlarına, qızlarına deyirlər ki, get ölsən də orada ölməlisən, qalsan da orada qalmalısan. Amma indiki gənclər elə deyil axı. İndiki gənclərin artıq gözü açılır. Valla özləri də dözür. Sosial şəbəkə var, oxuyurlar, məlumatlanırlar. Hətta vəkili verəcəkləri sual, məhkəmədə verəcəkləri cavabı belə öyrənirlər. Heç vəkilə ehtiyac duymurlar. Özləri gedib öz yerlərinə cavab verirlər. Hamısını deyirlər. Bəli, bəli. Hər bir şey öyrənib heç vəkilə belə ehtiyac duymurlar. Özləri gedib öz məhkəmələrində iştirak edib boşanırlar. Amma bu həyat burada xanımın çox gözəl söz dedi. Dedi artıq elində. Yəni ki, bu günləri bəli, heç kimə demir ki, ey, niyə boşanırsan? Bəli, bir şey olan kimi ana gedir deyir ki, niyə qızma əl qaldırır? Səbəbsiz boşananlar həddən artıqdır. Dediyim kimi ki, maddiyatı önəm heç bir səbəb olmadan. Amma indi sizə bir söz deyim, deyirsiniz ki, üçüncü şəxslər, rəfiqələr, ağıllı qadın ailəsini qoruyar. Ağıllı qadın ərinin yanında olar. Ağıllı qadın daha ayıq olar. Çox ki, mənə də çox adam çox, mən niyə ailəm atmalıyam? Mən niyə uşaqlar atasından uzaq gəzməliyim? Niyə? Niyə? O qədər çətin, mənim atam da, anam da, Allah ilə nəzr rəhmət eləsin. Bir-birlərinə qarşı çox hörmət olub onlarda. Biz onların dalaşdığını görməmişik. Otaqda olub, otaqdan çölə çıxmayıb. Biz onu görüb götürmüşük. Bəyəm, bizim soyuducumuz həmişə dolu olub. Onu deyirəm, rayonda elə vaxt olub soyuducumuzda, elə vaxt olub ki, mənim yol pulum olmuyor televiziyaya gəlməyə. Mən sizə bir dənə deyim ki... Yəni, buna görə ailə dağılmalıdır. Müəyyən əsaslar yoxdur. Yəni, kişilərin həqiqətən də ürəkləri o qədər, mən sizə deyərdim, biz əsl kişilərdən söhbət edirik, yenə deyirəm, o birisi təbəqə ilə işimiz yoxdur. Kişilərin ürəkləri o qədər saf, o qədər təmizdir ki, yenə deyirəm, o qadınlar istəsə o ürəkləri ömür boyu qoymaz kirrənməyə. Bəli, dediyim kimi, qadınlar idarə edicidir. İstəsə ömür boyu qoymaz kirrənməyə. Əlbəttə. Yəni ki, bu günləri vardı, dövlətdir, puldur, maldır. Zaten onun insan həyatı üçün heç bir mənası yoxdur. Yox, müəyyən bir əsaslar var. Yox, var, niyə yoxdur, var. Mən o mənada demədim, xahiş eləm. Mən başa düşdüm, əlbəttə acından ölməyəcəksən, onu yaşayacaqsən. Çünki problem deyil, onlardan yaranır. Yəni ki, o problem deyil. Önəmli olan, biz onu problem olaraq tuturuq, deyək ki, qarşı tərəfin qarşısına çıxardırıq. O problem deyil. O əsas problem nədir bilirsiniz? O daxilində verdiyin enerjidir. Gülərüzdür, xoş söz. O içində olan nə varsa, məsələn, mən araşdırmışam, məsələn, gəncliyin sirri mən bilirəm. 100 yaşına qədər də yaşasın, o gəncliyin sirri... Hə, demək siz 100 yaşlarca yaşayacaqsınız. 100 yaşa qədər gəncliyin sirrini və cütlüyün, mehriban olmağını mən belə başa düşürəm, siz bilirsinizsə, demək 100 yaşlarca yaşayacaqsınız. Mən çözmüşəm və bilirəm, amma indi açıqlamayacağım. Amma 100 yaşlarca yaşayacaqsınız. Kim istəsə buyurub şəxsi qəbulunuza yazılar mənim. Yəni ki, bunu həqiqi səmimi deyirəm və bunu yəni ki, ilk dəfə də açıqlayıram. Yəni ki, 100 yaşa qədər cütlüyün sağlam və daha gənc yaşaması üçün 100 yaş onlar üçün heç bir şeydir. Niyə deyin, dinləyicilər də bilsin də? Yox, onu mən deməm. Onu mən araşdırmışam və onun haqqında yəni ki, artıq əlimdə bütün əsaslar var. Azərbaycanda gender bərabərliyi var. Yəni, bizim qanunvericiliyimizdə də gender bərabərliyi var. Biz bununla bağlı efir də eləmişik, hörmətli qonaqlarımız. Hətta peşələrə də bir baxış etmişik. Misal üçün, müəllimlik peşəsini, sənətini sevənlərin əksəriyyəti qadınlardır. Əksəriyyəti. Həkimlərdə bərabərlik var. Həkimlərdə yəni qadın da var, kişi də var. Hətta deyərdim qadınlar biraz çoxdur. Biraz çoxdur. Bəli, biraz çoxdur. Amma hüquq mühafizə orqanlarında
Günay xanım, Kişilərdir. kişilər daha çox üstünlük təşkil edir. İstintaq Yəni qadınlar sahəsində. azdır. Vəkillərin əksəriyyəti bəylərdir, kişilərdir. bəli. Bax, bundan əvvəl uşaq bağçasında qadın işləyir, kişi işləmir, düzdürmü? Biz həmişə uşaq bağçalarında kimi görürük. Amma zavodlarda kimlər işləyir? Məsəl üçün, əksəriyyəti kişidir. Fiziki Qadın da gücə görə də işləyir. ayrılır da. Əksəriyyəti kişidir. Və yaxud təmir işləri ilə məşğul olanlar, əksəriyyəti kişilərdir, Yəni, əksəriyyəti. Əksəriyyəti. Hamısı yox, əksəriyyəti. Niyə? Hətta biz çəkməçi qadınlar da görmüşük. Məsəl üçün mən tanıdığım adam var ki, çəkməçidir, amma qadındır. Əksərən çəkməçilər bəylər olur, kişilər olur, düzdürmü? Ya burada Yəni ailədə mən üzr istəyirəm. Ailədə biz gender bərabərliyi deyirik. Ailədə gender bərabərliyi olmamalıdır. Mən onu- Bilmirəm, bəlkə də mən səhv düşünürəm. bəli. Ailədə kişi kişidir, qadın da onun yanındadır. Hörmət Kişinin olmalı. güclü olması qadından asılıdır. Zaten. Qadının daha dəyərli Zaten. olması o kişidən asılıdır. zaten o xanımın xanım olması yanında birisinin olmasıdır. Bəli. Yoldaşının olması. Bəli. Ki özgüvən. Qadınlar yanında Özünə kişi olan- güvənsin. Bəli, özgüvəni olur. Güvənsin özünə. Bəli, özünə güvənir, qoluna girir, gedir, tappatarap gedir, toyda və ya hər hansı bir şeydə harasa getsə ürəyi ilə gedir də. Yəni ki, önəmli olan yenə deyirəm ki, onu hiss edib, onu yanında yaşatmaqdır. Əsas odur. Bəs nə edək? Bax, bizim misal üçün qadınların belə deyək, bəzi səhvlərini doktor deyir. Biz də kişilərin səhvlərini deyə bilərik. Buyurun kişilərin səhvlərini deyim, mən Xanımlar, onlara sizə buyur. cavab verim. Gözəl, başla sən. Kişilərdə, misal üçün, bax, kişilərdə səbirsizlik var. Kişilərdə diqqətsizlik var. Desək hamıya aiddir, yox. Necə ki, o birisi də qadınlara aid deyil. Bu da elə eyni zamanda. Diqqətsizlik nə deyirsiniz? Necə yəni? Nə deyirsiniz diqqətsizlik? Diqqətsizlik çox şey. Məsələn? Məsələn, yəni çox Əgər bir şeydə. xanım gülər üzlə həyat yoldaşını qarşılayırsa, həyat yoldaşı da kişi də onların gücəlir, bu boynuna da özəl- sarılır. özəl Deyəcək günlər- ki, gül özəl gətirir, günlərini özəl bilirsə, günlər, deyəcək yox. özəl günlərini xatırlamırsa həmin kişi, qadın da hər dəfə Nə- gülər üzlə onu Bir qarşılayırsa, dəqiqə, xahiş edirəm. bəli. Hər bir kişi xanımının özəl günlərini xatırlayır, bir. İkincisi də Hər o bir xanım- kişi demədi. o xanım- Şamil edir. Dur, o dur, hər xanım- bir kişi Siz demədi. hər xanım- bir kişinin adından niyə danışırsınız? Yəni ki, doktor? mən çoxunluğunu deyirəm. Siz müşahidə etdiklərinizdən Mən deyin də. çoxunluğunu deyirəm və hər bir kişi xanımı kişisi evə gələndə, o xanımı üzü güləndə sarılır da, öpür də, ondan sonra da keçir başqa heç bir şey deyib danışıb gülürlər. Bizim efir rejissorumuz Mübariz müəllimdir. Mübariz Bəli. müəllim deyir ki, Mirəzim doktor nə deyir, düz deyir. Yəni ki, bu yəni gəlin doğrusunu danış. Həqiqət budur da. Yəni ki, həqiqət budur. Bu həqiqətdən xahiş edirəm, qaçınmayın. Yox, Və ətrafınıza da. Valla sizlə mən razılaşmıram, Çox doktor. siz Mən sizlə razılaşmırsınız. həkim Nədən razılaşmıram. Nədən? Onunla razılaşmıram ki, Diqqətsizlik nə deyirsiniz? bax xanım da dedi, mən də o fikirlə razıyam. Özəl günlərdə Bayaq başa düşürəm. bayaq siz danışanda bildirdiniz ki, xanım övladı övlad dünyaya gətirəndən sonra həyat yoldaşına diqqət, qayğı göstərmir. Olmaz ki, o övladına baxdığı müddətcə, gecələri oyaq qaldığı müddətcə həyat Kişilər də yoldaşı da qalır. oyna. Kişilər də qalır. Hamısı da şamil deyil. Ya hamısını bir iki Qalan nəfər var. mən yenə Bəli. deyirəm. Bax, bir təbəqə var. Ümumiyyətlə onlar həqiqətən nə evlənməyə layiqdilər, nə Biz xanım ümumi görməyə şəkildə layiqdilər. danışıram. Onları Siz mən demirəm. bir Mən təbəqədə yenə danışırsınız, deyirəm. amma mən ümumi danışıram, şəkildə mən danışıram. danışıram 85%-dən. Yaxşı, belə bir sual verim. Qadın güclüdür yoxsa kişi güclüdür? Əgər 85% Mən elə sizə olsa deyim ki, heç vaxt kişi boşanma olmaz. Amma mən deyərdim Qadın ki, qadın güclüdür. güclüdür. Qadın güclüdür. Xeyr, qadın Xeyr. güclüdür və Kişi Çünki fiziki qadın güclü gücsüz ola bilər. Qadın gücsüz olduğu üçün və çıxış yolunu ancaq boşanmada tapır. xeyr, Bəli. xeyr, Fiziki güclü xeyr, ola xeyr, bilər. xeyr, Siz xeyr. səhv Bəli, düşünürsünüz. bəli. Qadınlar Bəli. bəzən boşanmanı bayaqdan dinləyirəm. Boşanmanın səbəbləri çoxdur. boşanmanın- Məsələn, Bir dəqiqə, onu bir gətirir, gətirib bir dəqiqə. şey Yaxşı, bir dənə söz bağlayırsınız deyim. ki, Bir dəqiqə, qadın mən gülər sizə üzünə deyim. qarşılanmadısa, Xeyr, vəssalam boşanma boşanma sadəcə olur. Və ya da yemək bişirmədisə boşanma olur. Yox. Biz Siz niyə yəni onu heç bir bir yerə qadına Heç bir bağlayırsınız? kişi demir ki, ay mən üçün gəlməliyəm, süfrə açmalısam, stol olmalıdır və yaxud da mən gəlincə bu hazır. Elə çox bəlkə çox cüzi bir adam olar. Boşanmanın Kişilər fiziki güclüdür, bəli. Qadınlar amma ümumi Boşanmanın güclüdür. səbəbi tək nəyəsə ya diqqətsizlik, ya məsələn Yəni. maddi ehtiyacya falan deyil. Tək bəzən yığılır, birdən-birə olmur. Onu da nəzərə alın ki, yox bu dəqiqə bu getdi. Bu yığılmanın səbəbi bilirsən nədir? Vaxtında oturub qarşılıqlı müzakirə Mən onu olunmaması. həmişə demişəm ki, bir-birini Qarşılıqlı anlatmaq, yenə bir-birinə deyirəm, fikirli qarşılıqlı demək. anlaşma və Əgər sən o müzakirə səhvi olmamalı. görürsənsə yoldaşında, xanımında, Bəli. bu sənə diqqətsizdirsə,
çək onu bir söhbət elə ki, sən Bəli, mənə bəli. bunu səhv elədin. Bəli. Bəlkə də xanımın Bəli. ürəyində sənə qarşı fikirlər var. Sən də onu çəkdinən ki, sən bunu belə elədin. Mən girəndə acıqlı danışdın. Sən gələ evə girəndə qışqırdın və yaxud da Amma- belə elə deyilsə, Amma valla xahiş edirəm kişiləri gücsüz saymayın. valla mən Kişilər həmişə çox güclüdür. demişəm bəli. Əgər xanımın yanında Əgər kişi varsa bir xanım qadın güclüdür. övlad dünyaya gətirə Xanımın bilirsə, bəli, övlad o dünyaya qadın çox gətirmək güc güclüdür. deyil. Yəni ki, bu Ha, günləri fiziki hələ gücə sabah qaldırda bilmək olmaz kişi indi nə fiziki olacaq. güclüdür. Yenə deyirəm. Amma yenə digər deyirəm ki, baxımdan bir gəldikdə qadın qadınlar güclüdür. Doğursa o güclü deyə Qadınlar kişidən güclü deyə kişilərin bir şey yox. gördüyü bütün işləri görə bilər. Güc Kim? baxımından sual verilirsə, qadınlar kişilərin gördüyü bütün işləri görə bilər. Daş da daşıyar, evdə tikər, hər bir şey eləyər. Biz Fiziki tikinti güc işlərində də baxımından qadının hər bir şey işlədiyini baxımından. görürük. Az mı Bəli. görmüşük, görürük. Bizim studiyaya zəng Siz edir, burada bizim dostumuz zəng edir. Gəlin onun zəngini Buyurun, qəbul buyurun. eləyək. Buyurun. Bayaqdan zəng edir, yəqin ki Evet. bizi izləyir. Alo. Alo, ay vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun Aydın müəllim. Necəsiz? Sağ olun, ben işinizi izləyirəm. Biz hər zaman sizin ekspert qonağınız olmam, amma bu dəfə tamaşaçı kimi diqqətlə izləyirəm. Sizi, orada olan dəyərli ekspert dostlarımızı, doktorumuzu xüsusi salamlayıram. Çox sağ olun, çox sağ olun. Zəhmət olmasa mövzu ilə bağlı fikirlərinizi söyləyin. Bəli, Kön xanım, müasir dövrdə bir çox məsələlərdə sərhədlər aradan qalxıb, o cümlədən də ümumiyyətlə insan hüquqları, haqları, insanlarla bağlı müəyyən anlayışlar vardı ki, onlar öz yerini daha modern anlayışlara verib. Əgər əvvəllər bizim babalarımız, nənələrimiz, analarımız, atalarımız konkret kişi və qadın hüquqları, haqları haqqında müəyyən düşüncələrə, xüsusən də mentalitetdən, dindən, etnik kimliyimizdən gələn bir çox dəyərlərə önəm verirlərsə, amma yeni nəsil daha fərqli, dünyada həm müsbət, həm də bəzi hallarda mənfi tendensiyaları altında qadın və kişilərlə bağlı baxışlara xüsusi önəm verirlər. Əlbəttə, bu bir mərhələdir və bu mərhələ keçəndən sonra sular durulacaq və biz dəqiq biləcəyik ki, hansı universal baxışlar bizim üçün, xalqımız üçün, insanlarımız üçün daha önəmlidir və biz onların hansını götürə bilərik, hansı qədim milli dəyərlərdən irəli gələn baxışlarımız daha önəmlidir və bunların sintezini, hibridini biz yarada bilərikmi? Və bu məsələlər ətrafında həm sizin apardığınız diskusiya, həm də ümumiyyətlə Azərbaycan cəmiyyətində gedən müzakirələr çox önəmlidir. Çünki bu müzakirələr həqiqəti ortaya çıxardır. Bəli, qadının, kişinin və kişi funksiyaları var. Həyatda təbiət bilir insanı necə yaradır. Bəzən bunlar qarışır bir-birinə. Mən üzr istəyirəm Aydın xan müəllim. Qadın güclüdür yoxsa kişi güclüdür? Bir də ki, düzdür, bu təbiətin qanunudur. Qadın kişi ilə birgə yaşamalıdır, nəsil artırmalıdır. Bu təbiətin qanunudur. Amma bu məcburi deyil. Düzdürmü? Elə qadın var ki, deyir, mən tək yaşamaq istəyirəm. Elə kişi var ki, deyir, ailə qurmaq istəmirəm, tək yaşamaq istəyirəm. Yəni, biraz, bilmirəm, onlar ailə məsuliyyətindən qorxurlar. Ya düşünürlər ki, onlardan güclüsü onların yanında olacaq. Onlar özlərini zəif biləcəklər. Bilmirəm, onun sualın cavabı nədir, onu bilmirəm. Baxın, təbiətdə qadın və kişini biz obrazlı ifadə etsək, gecə və gündüz var, düzdürmü? Gecə gündüzü ilə birlikdə daha gözəldir və harmonikdir. Bəli. Kişi və qadın, əlbəttə ki, bu dost da ola bilər, ailə, həyat yoldaşı da ola bilər, sevgili də ola bilər və s. Amma ən güclü qadının yanında, ən güclü kişi olanda daha gözəldir. Bəli, bəli. Öpürəm sizi Aydın xan müəllim. Biz insanların yaşam tərzinə, həyat baxışlarına hörmət etməyi bacarmalıyıq. Bəli, baxmadı ki, mənim atam, mənim nənəm 50 il bir yerdə yaşayırdılar. Yaxşı, pis, hətta bir-birinə zülm edirlər, hətta bir-birini sevmirlər, amma məcburdular. Amma indi bu məcburiyyət yoxdur. Əgər insanlar özlərini ailədə ya ailədən kənar komfortlu hiss edirlərsə, kişi və qadın olaraq, yenə o formatı götürüb yaşamasınlar. Bəzən bizdə arxaik düşüncə tərzi var. Mütləq 50, 60, 70 il bir-birini sevməyən insanlar bir evdə güvaki ailə həyatı yaşayırlar. Bu düzgün deyil əlbəttə ki. Bununla bağlı çoxlu müzakirələr olub, biz də fikirlər söyləmişik. Amma yenə də deyilən universal qayda qanun var, həyat dəyərləri var. O universal dəyərlər bizim üçün də, xaricilər üçün də, bəşəriyyət üçün də ümumidir.
Her yeni nesil bu değerlere öz katkısını getirir ve biz bazen görürük ki vaktiyle dul kişi, dul kadın, yaxud subay kişi, subay kadınlar pis bakırdılar, onları bullying edirlər, ama indi normaldır. Əlbəttə, müsbət mənfi tərəfləri var. Biz çalışmalıyıq ki, dəyərlərin inkişafıyla bağlı maarifləndirək, amma yeni dəyərlərə də barmaqarası baxmalıyıq. Əgər hər hansı bir insan qrupu və yaxud qruplar deyərkən, yəni bir çox şəxsləri nəzərdə tuturaq. Yeni dəyərlərdə özünü rahat hiss edirsə, bu yerdə də olsun. Biz niyə o insanları ölkəmizdən qaçırtmalıyıq? Yoxsa ki, burada özünü komfortlu hiss etməyən bizim insan gedir xariciyə evlənir, əcnəbiyə ərə gedir və orada özünü komfortlu hiss edir. Amma halbuki biz o komfortu burada yaratsaq, bəlkə də heç yerə getmək istəməz və bizim qayda qanunlarla yaşayar. Təşəkkür edirəm Aydınxan müəllim. Çox sağ olun. Aydınxan Əbilov telefon xəttindəydi. İzləyin. Proqramımızı davam etdiririk Aydınxan müəllim. Çox sağ olun. Fikirlərinizi bölüşdünüz bizimlə. Minnətdaram. Bilirsiniz, Buyurun. Necədir? Bayaq doktor da bildirdi. Keçmişi indiki zamanda çox misal çəkirlər. Keçmişdə belə idi, keçmişdə belə idi. Mənim nənəm 18 uşaq anasıdır. Deyir, mən bicarda əkirdim, siz də bağışlayın. Orada o uşaq deyir, dünyaya gətirdim. Mənim gəlinim deyir, ikincisini dünyaya gətirmək istəmir. O sənin dövründə idi. Gəlin indi həyat yoldaşının büdcəsinə baxır və görür ki, bir dənə uşağı gücdə saxlayırlar maaşına görə. İkinci uşağı necə dünyaya gətirsin? Həm də həkim burada sağlamlıq məsələsi var. Mən sizə üzr istəyirəm. O keçmiş artıq keçmişdə qalıb. İndi Marsda, cəmaət Marsda uçur. Cəmaət başqa planetdən torpaq alır. Birinci, hər bir qadın, yəni dedim, birinci uşağın sahibi. Həddindən artıq çox zənglər var. Fikir verin, önəmli dəhşət olan çox nədir? zəng edənlər var. Önəmli olan, əgərləri hər bir uşaqda dünyaya gətirirsə, bir qadın 6 yaş cavanlaşır. Bir uşağı dünyaya gətirəndə 6 yaş Nənəmin cavanlaşır. 90-a yaxın yaşı var. 6 yaş cavanlaşır. Nənəniz neçə uşaq gətirib dünyaya? 18 uşaq dünyaya gətirib. 18 uşaq 90 yaşı var, cavanda qalıb. Siz indi nənə özün ümumiyyətlə baxanda necə görürsünüz? Çox yaxşı. 90 yaşı var. Bu birinci maşallah. sağlamlıq üçün. Hamısı da yerbəyin. Bu birinci Bəli, sağlamlıq babam üçün. hamısında 15-16 yaşından evləndirib, sonra da rəhmət edib. Mən üzr istəyirəm. Hamısını evləndirib. Bir sual verim. Bu 18 uşaq öz uşaqları olub. Bəli, bəli. Babanın 24 birinci nikahı, ikinci Babamda bir oğul olub, nənəm də bir qız olub. Nənəmin qaynanası deyib, nənəmi 12 yaşında evləndiriblər. Deyib ki, nə qədər uşaq dünyaya gətirsən mən baxaram. Nənəm də qəhrəman anadır. Allah canını sağlam eləsin. Allah uzun ömür versin bundan sonra da. Nənəm də maşallah 24 uşaq gətirib dünyaya. Onun arada 1 yaş, 3 yaş, 5 yaş indi olur da ayrılır. 24 uşaq gətirib, Bəli. yoxsa 18? O ölənləri çıxmaq şərti ilə kiçik yaşlarında, yəni aylıq rəhmətə gedənləri çıxmaq şərti ilə 18 uşaq, 12-si qız, digərləri oğlan olub. İndi Və baxın. babam hər birini də evləndirib, qızları da ən kiçik xalamı 16 yaşında qohuma əmisi nəvəsini evləndirib. biz erkən nikah bizdə icazə verilmir. İndi icazə verilmir, amma daha illər öncə bunlar yəni problem deyildi. Yəni qədimə baxanda, indiki dövrə baxanda heç də uyğun gəlmir. Mən 18-ini dünyaya gətirmişəm, sən də gətirməlisən. İndi bir uşağı güclə saxlamaq olur. İndi bu günləri Kölə Bəli. xanım, bax, dedi ki, bir uşaq gətirir, gücdən saxlayır. Əslində bu günləri həm birinci sağlamlıq üçündür, ikincisi də Sağlamlıq üçün uşağın həyatını təhlükəyə atmaq olmaz. Gəncliyinin artması. Gəncliyin artması üçün mən gedim 10 uşaq dünyaya gətirim, əzab-əziyyət çəkim, gəncliyin artması üçün. Mən uşaqlarımın gücünə verdim. O uşağa baxır. Xeyr, Dövlətimiz bugünkü o uşağa gündə baxır. sosial yardım uşaqlara verilmir. Yox. Dövlət öz uşağının, öz vətəndaşın yanındadır. Bəli. Burada sizin fikrinizə Bəzi, qarşı. Ona görə siz 10 uşaq dünyaya gətirin. Bir dəqiqə üzr istəyirəm. Bax indi burada Güzər xanım sizə Bəli, bir buyurun. məsələ açıqlama Bəli, verim. buyurun. Mən evimdə oturmuşam, deyirəm hər şeyim olsun. Mən hara müraciət Əlbəttə ki, elədim o ki, olmaz, bəli. mənə Bəli, dövlət bəli, yardım bəli. etmədi, Bəli, kömək işləmək eləmədi. istədi, Amma bəli, dövlət saxlamaq
hər bir 0 yaşdan tutmuş ta axırıncı gününə qədər Dünyaya gələndə belə həmin müavinət vətəndaşın verilir yanındadır. onlara. Mən bunları Axıra çox qədər gözəl bir də bizim bilirəm. borcumuzdur. Bu Bugünkü günləri gün sayımızı artırmaq bizim borcumuzdur. Nəsil artırmaq bizim borcumuzdur. mən nəsli artırım, 6 uşaq, 10 uşaq dünyaya Bəli. gətirim. Hə? Dövlət də lazımı qədər mənə dəstək olsun. Bəli. Amma yenə də o dəstək olunan məbləğ bugünkü gün bir uşağın təhsili üçün, yaşaması sizə- üçün mən sizə bir dənə söz Bəs deyim. sən Orada kimsən? Bəs mən kiməm? Uşağın atası kimdir? Dövlət durur Lazım deyil dəstəklə, 15-20 atada uşaq işləsin, doğurmaq. uşaq. Hədə nəyə gücün çatır onu eləməli. Yox, mən evdə oturub ayağını yorğanına görə uzatmalıyam. Yox, Əgər yox, mən uşaq bugün- barəsində ayağını əgər yorğanına mən görə deyil. bugün, xeyr, əgər mən bugün 5 uşağı təmin eləyib, layiqincə böyüdüb, universitetdir, əskərliyidir, toyudur, evidir, hər bir şeyini edə yox, beş uşaq gətirin biləcəmsə, dünyaya. bəli, 5 uşağı dünyaya gətirəcəm. Əgər mən bunu edə bilmirəmsə, 2 uşağa güclə baxıramsa, mən nə edirəm 10 uşaq dünyaya gətirmək? O Və sizin bugün- öz seçiminizdir. o axı. seçim- O Bəli. insanın öz Xeyr, sərvətidir. ümumilikdə Amma vətəndaş bugünkü gün olaraq borcumuzdur. borcumuz ola bilər, amma bugünkü gün Azərbaycanda çox uşaqlı ailələrə baxın. Mən kənddə böyümüş bir qız olaraq və rayona gedib gəldiyimə görə görürəm ki, 5 uşaqdan artıq uşağı olan ailələr var ki, kənd yerində onların şəraiti yoxdur. Hətta elə uşaqlar var sizin verilişinizdə niyə də şərait yoxdur? Yox, mən sizin fikrinizə sizin razıyam. verilişinizdə Yerdə niyə şərait yoxdur? Könül xanım, Gedin sizin- kənddə yəni ki, sizin verilişinizə siz müraciət şəhərdə gedib- edənlər əziyyət uşaqlarına çəkmək baxa istəyirlər. bilirlər. Baxın bir dəqiqə. Sizin Onlara verilişinizə saxlamırlar. müraciət Bir dəqiqə. edənlər çox uşaq, 3 uşağı olan Mən ana sizə bir olub söz ki, deyim. Bir 4 dənə- uşağı olan ana olub ki, uşaqlarını qoyub Mən- harası və mən ata da sizə bir dənə uşaqlara söz baxmır. deyim. İndi üzr istəyirəm həkim. Belə- Bizim verilişdən söhbət Hamısına gedir proqramdan. hamısına şamil edilmir Hə, təbii bax, ki. indi- Hər bir elə ailə var ki, 15 uşağı var, əlinin içində də saxlayır. Biri də mənim babam 18 uşağı evləndirib də evlə də təmin edib oğlanlarını hər şəraitdə qurub. Hə, indi bir dəqiqə. Universitetdə İndi bir oxuyan da dəqiqə. olub, həkim Siz olan da var, fikrinizi müəllim olan söylədiniz, da var. qoy cavabını da verin. Amma fikrimi tamamlayım. Amma elə insanlar var ki, yenə deyirəm, ayağını yorğanına görə uzada bilmir. Dövlətdən gözlədiyi o 300, 500, 1000 manat pulla elə bilir ki, o 5 uşağı Bir saxlayır. dəqiqə. Dövlət Xeyr, hər o an, olmur. hər an O- və o- yəni ki, o hər uşaq dünyaya saxlamaq gələn olmur. uşağın arxasında və özünüz Durur. bilirsiniz ki, xeyr, onu Bir məsələn- dəqiqə, bir dəqiqə fikrimi tamamlayım. Tamam, Xanım buyurun. deyir ki, sizin proqrama müraciət edən, düz deyirsiniz, Bəli. bizə müraciət ediblər. Çox uşaqlı ailələr olub, onların problemləri olub, az təminatlı ailələr olub, xəstə uşaqları olan ailələr olub və onların belə deyim, vəziyyətləri çox kritik olub, çox gərgin olub. İndi burada bir sual yaranır. Həmin vətəndaş hara müraciət elədi? Heç yerə cahillikdən, savadsızlıqdan, bilmir hansı Təhsillərini addımlar. belə aldılar. Bir dəqiqə. Bizə müraciət edəndən sonra bizim vəkillərimiz dərhal açırlar Bir dəqiqə. konstitusiya qanunları. Bir dəqiqə də üzr istəyirəm, bu fikrimi tamamlayım. Orada belə kateqoriyadan olan ailələrə Müraciət nələr edirlər. olmalıdır? Hansı güzəştlər gedilir? Hansı addımlar atılmalıdır? İndi bu insan savadsızlığından bilmir. Bilmir də bilmir. dənə Oxumur, üzr istəyirəm. öz adını yaza Mən bilmir. çox xahiş edirəm. Ondan sonra ona dəstək olunur. Az mı olub belə Bəs biraz iş bundan sonra qabaq xanım, xanım, sonra bir dəqiqə işlə üzr istəyirəm. təmin Bax, olunub. bu Nə günləri, danışırsınız? Bir dəqiqə üzr istəyirəm. Bax bu günləri deyək ki, Könül xanıma müraciət eləyirlər. Deyir ki, xəstəyəm, əməliyyat olmaq istəyirəm. Bax. Səhiyyəmizdə baxın, bir dəqiqə xahiş edirəm. ödənişsizlik. Bir dəqiqə xahiş edirəm. Bu günləri bizim Azərbaycan səhiyyəsi, mən dünyanı gəzmişəm. Bizim Azərbaycan səhiyyəsi qədər həm texnoloji, həm də bilik cəhətdən üstün heç bir yeri mən görmürəm. Bizim həkimlər qədər savadlı və ideal 24 saat telefonun yanında yatan həkimlər də tanımıram səhiyyədə. Dövlət də həqiqətən də səhiyyəmizə o qədər güclü deyə yatırım qoyub ki, bu günləri bizim heç yerə getmir. Bu günləri biz asan yolu axtarırıq. Gəlirik Könül xanım, mən gedib orada növbədə durmayım, mən gəlim sənə deyim, sənin vasitəsilə vəkil tutum və sonra gedim həkimə müraciət edeyim. Elə get də dövlətdə onsuz da hər şey pulsuzdur. Get dur orada, nə müalicələr var, nə əməliyyatlar var, hamısı olur da. Bilirsiniz, 10 uşağı dünyaya gətirmək asan bir şey deyil və Gətirmə də, saxlaya Mən də bilmirsən, onu niyə deyirəm ki, gətirirsən? hər ay müəllim deyir ki, bəy, doktor deyir ki, uşaq dünyaya gətirib nəsil artırmaq lazımdır. Bu olmalıdır. Mən də deyirəm ki, bu hər kəs ayağını, Bu hər bizim ailəyə vətəndaşlıq şamil deyil. borcumuzdur məndə. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. Bəli, dövlət də arxasında durur. Mən gördüyüm, müşahidə etdiklərim bəs onların dövlət bəli sosial yardım da alırlar dövlətdən. Hər ay icradan da kömək yardım olunur. Özləri Kənd məsəl, insanlara yardım edir. Qurban Amma- ərə gedə bilir.
Uşaq dünyaya gətirə bilir. Bir Uşaq zəhmət o qədər uşaqlara dünyaya baxsın. gətirmək Vəssalam. lazım deyil. Vəssalam. Yəni buna qayıtmaq lazım deyil. Və işləyib Gətirirsə onu zəhmət dolanmasını çəksin da uşaq. düşünməlidir. Uşağına baxsın. Ona görə deyirəm Mən ki, uşağı məsuliyyət dünyaya hiss- gətirim, dövlət Valla, baxsın. Bəli, Siz siz uşaq evləri şəxsiyyətdə baxsın. uşağın Hər şey olur. bir yaşında Siz mən işə çıxıb deyirsiniz ki, işləmişəm. dövlət Yəni, o uşağı dünyaya gətirmisən. öhdəsinə götürür. Mən də deyirəm ki, Dəstək hər verir. şeyi Nə dəstəyin lazımdır, üzərinə lazımdır. atmaq lazım deyil. Əgər mən bu uşağı istədiyim kimi böyüdüb boşa İstədiyin boya, kimi boya başa nətər çatdıra istəyirsiniz? bilməyəcəm Nətər sənə. istəyirsiniz? Məktəb var, Təhsil bağça var, pulsuzdur. Təhsil pulsuzdur. Təhsil Nətər pulsuzdur. baxmazsınız? Məktəb- Hə, sən kola vermə, ondan sonra fanta vermə. O adları normal çəkməyin. sok. Adları Məsəl üçün də, çəkməyin, məsəl hə. üçün. Yəni Yox, yenə də Yox, mən uşağa baxıram, işləməyim, o da düzgün deyil. əlbəttə Hamı ged işləyən xanımlar bir Necə olur mən yaşından, baxa mən də bir bilirəm, sən yaşından, baxa mən də bilmirsən. bir Çünki mən yaşından oxumuşam. qoymuşam uşaqları. Oxuyandan sonra aldığım təhsillə bağlı o istiqamətdə müsabiqədən keçmişəm. Müsabiqədən sonra başlamışam işləməyə, uğur Könül qazanmışam. xanım, hər bir mükafat qadın da sizin almışam. qədər güclü deyil. istədiyim- Hər Yenə bir də qadın hər da şey sizin kimi qadının ayağı özünə- üstə qala Mən bilmir. sizə bir şey Yenə deyim. də hər şey Və insanın siz niyə özünə- o uşaq dünyaya gətirməmisiniz? Çünki mən sizə bir söz deyim. İstəyərdim çox övladım olsun. Bəli. Səhhətim buna imkan vermədi. Bu bir. İkinci, mən uşaq dünyaya Bəli deyir gətirdim. ki, bir uşaq dünyaya gətirirsənsə 6 yaş cavanlaşırsan, O sağlam. indi həkim kimi deyir. Tək, Niyə arada gətirmədik? Fikirləşdim ki, qoy 2 uşaq olsun, qoy 3 uşaq olsun, cəmiyyət üçün yararlı olsun. Bəli, mən də bunu savadlı deyirəm olsun. ki, əgər o mən uşaqlar onu necə bir böyüdə vətəndaşam. bilmirsənsə- Mən bu boyda dövlətin vətəndaşıyam. Qoy mənim də dövlətə bir necə deyim, verdiyim bir insan olsun, dünyaya gətirdiyim insan olsun, yararlı vətəndaş Layiqincə olsun. yerinə yetirib layiqli vətəndaş böyüdə bilmirsənsə, ehtiyac yoxdur o uşaq dünyaya gətirib Vallahi, dövlətin üstünə Gətirməyin, atmaq. gətirməyin. Bəli. Gətirməyin. Hər şeyi dövlətin üzərinə də atmaq lazım deyil axı. Dövlət dəstək olur, xəstəxana pulsuzdur, nə bilim, həkimlər Məktəb pulsuzdur, pulsuzdur. məktəb pulsuzdur. Bu o demək deyil ki, elə övlad dünyaya gətirib atmalısan sən cəmiyyətin üzərinə. Xeyr, mən bununla razı deyiləm. Onu uşaq dünyaya Hər bir- gətirim. Bəli, bəli. Bax, onu Axı, mən də hər şey razılaşıram. Onu mən də razılaşıram ki, yəni gücün nəyə çatır? Bəli. Onu mənim əlimdə Təmin pul edə var, biləcək. cibimdə pul var. Gedirəm məsəl üçün belə deyək ki, 2 çörək alıram məsəl üçün və yaxud 1 kilo alma alıram. Pulum var, 2 kilo Dediyim alıram. kimi, ayağını Yoxdur, bir hər kəs kilo alıram. yorğanına Vəssalam. görə uzatmalıdır. Hər kəs Bəli, yorğanına görə bəli, ayaq bəli. uzatmalıdır və belə deyək də, qoy bunu da söyləyək. Hər şeydə qadının üstünə atmaq lazımdır. Allah köməyiniz olsun. Sonunda yorğanınıza görə ayağınızı uzadın. Allah Hamı köməyiniz da elə uzadır. Allah Vallahi. köməyiniz olsun. Amma mən sizə bir söz Mənim deyim. də könül xanımım. Mən sizə bir söz deyim. Hər şeydə qadın üzərinə atmaq olmaz. Əgər biz uşaqdan danışdıqsa, bu uşağı dünyaya gətirəndə Əlbəttə ona gətirən iki insanın İki üzərinə. insan var. Məsuliyyət İki insandan söhbət Bir gedir. zəhmət çəksin, o iki insan İki məsuliyyət insandan daşısın. söhbət eləyir. Söhbət iki insandan gedir. O iki insan məsuliyyət İki insandan daşısın, söhbət o uşağın gələcəyini Siz elə formalaşdırsın. yorğanınızı ayağınıza görə biçin. Nə Aydındır. sizin, nə bizim 10 uşağımız yoxdur. Gördüyünüz kimi. Sizin neçə Ayağımıza övladınız görə də var? uzatmışıq. Altı. Orxanım. Altı. Maşallah, sizdə var. ha. Deyirsiniz də 6. Mən Maşallah, 6 uşaq. Mən sizin hər Allah birinizə sağ olsun. təşəkkür edirəm. Artıq proqramımız da yavaş-yavaş sona yaxınlaşır. Təbii ki, biz bir çağırış da eləməliyik qadınlarımıza, yeni ailə quranlarımıza, məsuliyyəti daşıyan bəylərimizə, eyni zamanda məsuliyyəti tək bəylər daşımır. Kişilər, xanımlara da aiddir, tək kişilərə aid deyil. Yəni hər birimiz belə bir misal var, deyir, addım atıb sonra düşünmək lazım deyil. Düşün, sonra addımı at. Nəticəsini düşün. Düşünməmiş addımı atsan, sən hansısa bir quyuya düşə bilərsən. Sonra isə kimisə günahlandıra bilərsən. Yolda gedərkən ola bilsin ki, bax, yolda gedirsiniz, ayağınız büdrədi, yıxıldınız. Sonra deyəcəksiniz ki, bu yol düzgün düzəlməyib, yaxşı düzəltməyiblər, niyə bu yolda işıqlandırılma zəifdir? Amma gəlin özümüzdə də günah axtaraq. Biz də düşünək. Bu yolu gedirik, mən gedirəm axı. Tanrı mənə bu gözləri verib, düşünən beyni verib. Mən niyə düşünmürəm? Niyə bu gözlərimlə yola baxmıram ki, o quyuya, o çuxura düşürəm? Ona görə həyat özü də bir məktəbdir. Həyat özü bir əsərdir. Həyat gözəldir, yaşamaq gözəldir. Elə elin ki, öz həyatınızın rəssamı özünüz olun. Elə o həyatı gözəl çəkin ki,
ondan zövq alasınız. İstər keçmişə baxanda, istər bugünkü həyatınıza baxanda, istərsə də gələcəyi düşünəndə ki, bax dünən belə idi, bu gün belədir. Bax sabah isə bundan da yaxşı olacaq. Bax bunu düşünün. Hər zaman düşünün. İstər xanımlar olsun, istər kişilər olsun. Çünki həyata biz bir dəfə gəlirik və sizə eşitmək istərdim. Hər bir kəs həyata deyirsiniz bir dəfə gəlir, bir dəfə gəldiyinə görə də həyatı istədiyiniz kimi yaşayın. Heç kimin fikri ilə bu həyatda oturub durmayın. Yaxşı fikirdir. Heç kimin fikri ilə. Bəli. Mən amma fikirləşirəm. Məsləhət amma yaxşıdır. Televiziya qarşısında Məsləhət əyləşən tamaşaçılara bilmirəm. bildirmək istəyirəm ki, ilk öncə hər şeyi bir-birinizə anlamaqla, başa düşüb dinləməklə başlayın. O dinlədiyiniz hər bir mövzunu yoluna da qoya bilərsiniz. Böyük bir problemləri çıxarda bilərsiniz. İstər yenə deyirəm, ailədə, istər iş həyatda, istər cəmiyyətdə. Özünüzü qarşı tərəfin yerinə qoyun. Bir də ki, çalışın ki, digərinin əziyyətini itirməyin. Ya bunu elədi. Kişi çöldə işləyirsə, yox mən onun əziyyətini itirib, daha böyük tələblər eləməliyəm, o düzgün deyil. Qadın evdə işləyir, o mənə qazanc gətirmir, mən onu əzməliyəm, mən onu təhqir eləməliyəm, o da düzgün deyil. Həyatı bərabər yaşayın. Əziyyətlərinizi də dəyərləndirin. Onda birlik olacaq. Günay Hüseynova 055 357 33 67. Təkrar edirəm, 055 357 33 67. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. Təşəkkürlər və sizi dinləyək. Mirəzim Zaydov. Mən əsas deyərəm, sevmək, sevilmək, yaşamaq çox gözəldir, amma onu yaşaya bilənəm. Sevmək hər yaşda olur, düzdürmü? Sevmək hər yaşda. Yəni, uşaq sevgisi də olur, sən bu yaşlı günləri bilir. sevirsənsə, demək o sevgini anlayıb sevirsən. Amma ani tutqunluq o günlük olanlardadır. Aydındır. Xanımlara nə mesaj verərdiniz? Xanımlara mesajım olardı ki, həqiqətən də yəni sevdiyiniz insanlara o enerji, sevgi enerjisini verin, onlardan əsirgəməyin. Və onlar sizin hər zaman arxanızda olar. Çox sağ olun. Mirəzim Zaydov, Gülzar xanım Yusifli, hər üçünüzə, eyni zamanda Günay xanım, hər üçünüzə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Dəvətiniz üçün çox sağ olun. Hörmətli izləyicilərimiz, bugün biz qadın və kişidən danışdıq. Elə bir mövzudur, geniş bir mövzudur. Bu mövzu ətrafında çox danışmaq olar. Həkimimiz proqramın sonuna yaxın söylədi, elə əvvəl də söylədi ki, qadınlar kişilərə güc verməlidirlər. Kişilər də ondan güclü olurlar. Düzdürmü? Belə fikir söylədiniz də. Enerji ötürməlidirlər. Müsbət enerji. Gözəl təklifdir. Biz də o fikirlə razıyıq. Biz xanımlar bəylərimizə hər zaman müsbət enerji də veririk. Biz onlara sevgi də veririk. Biz onları sevirik. Biz onları ata edirik. Biz onların o ən yorğun vaxtlarında belə yanlarında oluruq. Ən çətin anlarında yanlarında oluruq. Hörmətli bəylər. Yorulmayanda yoruruq. Hörmətli bəylər, indi isə sözüm sizədir. Çalışın siz də hər zaman bizim yanımızda olun. Çünki siz bizim yanımızda olanda biz daha güclü oluruq. Biraz öncə söylədim, belə bir fikir var. Biz hansısa bir filmə baxanda deyirik, Allah Allah, elə bir həyatdan götürülüb. Yəni, və yaxud hansısa bir filmi izləyəndə deyirsən ki, bu tali mənə tanışdır. Bəli, kino da elə həyatdır, həyat da elə kinodur. Burada bir fərq var. Kinoda dubl olur. Həyatda isə dubl yoxdur. Hər şey bir dəfə olur. Bugünə isə bu qədər. Sevin bir-birinizi. Diqqətinizə görə təşəkkür edirəm. Üz-üzədəydiniz. Hələlik.